Sabahınız hayırlı olsun. Hamınızı salamlayıram. Uzun zamandır bir video paylaşım eləmirəm. Bugün bir mevzuda öz fikrimi bildirmək istəyirəm. Demək, Rusya-Ukrayna müharibəsi. Bu mevzuda daha evvel de fikir bildirmiştim yazılı ve olabilsin video şeklinde, ama bir daha bildirmeyi özüme borç bilirəm. Ukrayna'nın Rusya üzerinde qələbəsi, Rus faşizmi üzerinde qələbəsi təkcə Ukrayna xalqı üçün yox, bölgə xalqları üçün, o cümlədən Azərbaycan üçün də çox önəmlidir. Bu bilirsiniz ki, Rusya'nın güclənməsi, Rusya'nın bu an müharibədə qalib gəlməsi bizim ülkemiz için en büyük təhlükələrdən birinə çevrilə bilər. Rusya'nın indiki hakimiyyəti bu uzun illərdir əslində. Bu hakimiyyət devam edir, ama indi artık açık şekilde özünü bir özə verib bir imperiya siyasetidir ve onların məqsədi bütün qonşu ölkələri, bütün belə deyək, zəif ölkələri işğal edib özünə birləşdirmək və öz mənafeleri uğrunda o xalqları istismar etməkdir. Necə ki, Sovet hakimiyyəti dövründə ve ondan əvvəl də Çar hakimiyyəti dövründə 200'e yakın Azərbaycanı işğal altında saxlayıb istismar etmişti Ukrayna ve Rus imperiyası. Bugün de Ukrayna'ya galip gelse bu öz çirkin əməllərini, öz çirkin niyyətlərini həyata keçirmək üçün qonşu ölkələrə de hücum edecek. Bunların da başında, bu ülkelerin de başında Azerbaycan, Kazakistan ve diğer esasen de Türk devletleri gelir. Ona göre de bizim bütün Azərbaycan vətəndaşlarının, hatta bütün Türklerin, hatta bütün bölgede yaşayan Müslümanların Ukrayna'nın desteklemeleri vacibdir. Bu şərtdir. Düzdür. Ukrayna'da da bazı qeyri belə deyək adekvat insanlar var. Onlar da mesela indi son zamanlar orada yaşayan Siyonistler var ki, onlar da anti-Müslüman təbliğat aparırlar, bəzən anti-Türk təbliğat aparırlar, ama bütün bunlara baxmayaraq biz Ukrayna'nı müdafiə etməliyik. Ukrayna'nın qələbəsi üçün əlimizdən gələni etməliyik. İnşallah Ukrayna tezliklə Rusya'ya qalib gələr, Rus imperiyası parçalanar ve Rus imperiyasının daxilindəki Başkurdistan, Tataristan, Tuva, Altay, Saxa, Çubaşistan kimi Türk devletleri öz müstəqilliklərini əldə edərlər. Allah köməkləri olsun. Amin.